Əlimdə çoxlu rənglərdən olan ibarət kağızlar var. Bu kağızlar demək hər bir ustanın əl işini göstərəcək və rəng seçəcəklər. Birinci başlayaq Ramilə xanımda. Neçə nömrəli rəngi seçirsən? Bunu qarışdırıram əlbəttə ki. 4 1 2 3 4. Bravo. Bu Ramilənin əl işidir, gördüyünüz kimi onun əl işidir və oranjovi rəng də onundur. Keçid alırıq növbəti usta. Şakir usta, sən hansı nömrəni seçirsən? O 7 1 2 3 4 5 6 7. O ping düşdü. Ping düşdü. Bu Şakir ustanın əl işidir. Bu da onun ping kağızı. Keçid alırıq növbəti ustaya. Gülər xanım, deməli siz hansı rəngi seçirsiniz? Neçə nömrəli? 5. Demək fırladım bunu. 5. 1 2 3 4 5. O yaşıl. Bravo. Bu Gülər xanımın əl işidir, gördüyünüz kimi. Bu da onun yaşıl rəngdə olan kağızıdır. Keçid alırıq Qusikə. Qusik, hansı rəngi seçirsən? Rəqəm 1. Nə? Bunu görürsən orada. Görürüm. Qarışdırım. Rəqəm 1. Rəqəm 1. Sənə düşdü demək. Bu Qusikin əl işidir, bu da onun rəngi. Bu rəngin adı nədir? Bu rəngin Bənim şey. Keçid aldıq növbəti ustaya. Demək, Vəli usta, sənin sevdiyin rəqəm hansıdır? 3. 1 2 3. Sarı. Təhlükəli rəngi. Sarı. Bu Vəli ustanın əl işidir, gördüyünüz kimi. Bu da onun rəngi. Keçid alırıq, demək, növbəti ustaya. Günay xanım, siz seçirsiniz 1-dən 4-ə qədər? 2. 1 2. Qırmızı. Bravo. Bu Günay xanımın qaş silmə əl işləridir. Bu da onun rəngi. Keçid alırıq növbəti ustaya. Rəna xanım, siz hansı rəqəmi seçirsiniz? 1. Oranjovi rəng. Rəna xanımın əl işləridir, gördüyünüz kimi. Bu da onun sevdiyi rəng. Miri usta, sən hansı rəqəmi seçirsən? 2 nömrə. 2 nömrə. 2 nömrə, demək mavi çıxır. Mavi çıxır 2 nömrədə. Bu Miri ustanın əl işləridir. Gördüyünüz kimi çox gözəl əl işləri var. Mənim əlimdə qalansa ağ rəngdir. Ağ rəng mənim əlimdədir. Bəs hansı rəng burada təkrar olundu? Diqqətlə videoya baxsınızsa 100% tutmalısınız. Şərhlərdə gözləyirəm.